Herkese salam. Bugün opinion proqrafa aid bir esse nümunəsinə baxacağıq. Deməli, mövzumuzun adını bu cür seçdim. Is traveling important for personal growth? Yəni, səyahət etmək şəxsi inkişaf üçün vacibdirmi? Biz burada ilk olaraq öz fikrimizi qeyd etməli, ona aid 2 səbəb yazmalı, sonra da fikrimizin əksinə, əleyhinə fikri qeyd etməli, ona aid 2 səbəb yazmalı və nəticə hissəsi ilə essemizi tamamlamalıyıq. Bir paraqraf daxilində yazmalıyıq. Həmçinin orada birinci, ikinci, mənim fikrimcə, əlavə olaraq digər tərəfdən, nəticədə, nəhayət kimi, deməli, modal sözlərdən, bağlayıcı sözlərdən istifadə etməliyik. Mən öz fikrim olaraq səyahət etməyə şəxsi inkişaf üçün vacib olduğunu düşünürəm və essini öz fikrimə uyğun şəkildə qeyd etmişəm. To my mind, mənim fikrimcə deməkdir. To my mind, traveling is important for personal growth because it helps us become educated. Yəni, mənim fikrimcə səyahət etmək şəxsi inkişaf üçün vacibdir, çünki bizim savadlı olmağımıza kömək edir. First, mən burada birinci səbəbimi yazmışam. Traveling enables us to learn more about the world and many interesting places. Yəni, birinci, əvvəla, ilk olaraq səyahət etmək bizə dünya və çox maraqlı məkanlar haqqında öyrənməyə, daha çox öyrənməyə kömək edir. İkinci olaraq isə səyahət edərkən biz müxtəlif mədəniyyətlər, paltarlar, qidalar və ənənələr haqqında məlumat əldə edirik. Bu əşyaları, daha doğrusu bu məlumatları öyrənmək bizim şəxsiyyətimizi inkişaf etdirir. Bu da gələcək həyatlarımızda çoxlu imkanlara yol açır. Digər tərəfdən isə səyahət etməyi çox sevməyən insanlar var. Onlar düşünür ki, bu çoxlu pul və onlar üçün təchizat tələb edir. Həm də müxtəlif ölkələrə, şəhərlərə səyahət etmək çox vaxt aparır. Yəni, mən 2 səbəb qeyd etdim ki, dünya haqqında öyrənirəm, müxtəlif mədəniyyətləri, geyimləri, qidaları öyrənirəm. Bu mənim lehimədir, yəni lehinə yazdığımdır. Əleyhinə isə çox vaxt aparır, çox pul aparır, çoxlu təchizat lazım olur. Bu isə əleyhinədir. Nəhayət isə nəticəni qeyd etmişəm. Traveling isn't always easy. Yəni, həmişə asan deyil. But it has a great influence on our personal growth. Amma bizim fərdi, şəxsi inkişafımızda böyük təsiri var. Və ən sonda öz fikrimi qətiyyətlə bildirmişəm ki, mən tamamilə daha çox inanıram ki, səyahət etmək bizə ətrafımızdakı dünyanı görməyə, araşdırmağa və haqqında öyrənməyə kömək edir. Daha çox esse nümunələri, faydalı izahlar üçün kanalıma abunə ola, dərslərlə bağlı şərtdə qeyd etdiyim Instagram səhifəsinə qeyd edə bilərsiniz. Sağ olun.